Bala, sənin əmin də, tək sənin əmin yox, sənin əmin kimi nə qədər igidlərimiz şəhid oldu. Tək Ayaz əmi yox da, Ayaz əmi kimi nə qədər oğlanlarımız bu torpaqların alınması uğrunda öz canlarından keçdilər, gözlərini qırpmadan. Biz də bax, burada bir dənə belə xatirə bulağı, Leysan bulağı tikirik. Aman, ya. Haradasın? Haradasın? Bismillahirrahmanirrahim. Qul huvallahu Allahu somad. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ahad. Allah kabul etsin. Allah şehitleri kıyamet. Allah rahmet eylesin. Allah sabır versin. Hikmet müəllim, Allah sizi var eləsin. Siz kimi oğulları Allah korusun. Ben bir şehit atası kimi 1. Baş Komandan İlham Əliyevə, atası Heydər Əliyevə rəhmət diləyirəm, İlhama can sağlığı arzulayıram. 30 ildən sonra torpaqlarımız azad oldu. Ben de bu qohumların köməyi ilə 52 yıl bundan qabaq bu zonada yaşayırdım. Burada bir bulağı tapdım. Uşağın adı yaşamak için bu bulağı çektim. Biraz heyecanlıyam bağıştan. Allah bütün şehitlerimize rahmet eylesin. Bütün değerli oğlanlarımızı Allah korusun. Allah can sağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid analarına səbir və dözüm diləyirəm. Mən bugün bir şəhid anası kimi fəxr eləyirəm ki, İlham kimi bizim rəhbərimiz var. Bütün getdiyi ölkələrdə onun səsi uca olsun, sözü ötkün olsun. Amin. Bura gələnlərin də qarşısında baş əyirəm. Çox sağ olun, var olun, gələn ağınız var olsun. Allah köməyiniz olsun, Allah razı olsun ki, həmişə bizim şəhidlərimizin adını yad edirsiniz. Eləməlidir, hamı da bilir ki, onlar canlarını nəyə görə qurban veriblər. Mən də sözümü bir yazdığım şeirlə deyəcəm. Vətən sənə lazım deyil, yağış yağa, otun bitər. Oğlu ölən anaların göz yaşları sənə bəsdir. Göz yaşımı silsən əgər, mən də gələm. Vətən haray, torpaq haray, haraylayan oğlanları qaytar geri. Körpələri ağlar qalan ataları qaytar geri. Sevgisinə həsrət qalan oğulları qaytar geri. Vətən bağışlamasan bunda şəhidlərin ruhları da bağışlamaz onda səni. Beni üzürü sayın, hamımızdan üzür istəyirəm. Ben oğlumun şəhid olmasıyla heç vaxt körəlməmişəm. Ama bu momentdə, bu vəziyyətdə şükür Allah'a ki, oğlumun köməyi ilə, bu qohumun dostun şəxsən mobilin mənə köməkdəydi, Zahidin bunları gətirməyində, Namikin bunları gətirməkdə çox zəhmət. Hamısına minnətdarlığımı bildirirəm. Bax, mən ona görə bir köylənirəm ki, şükür, elim, obam arxamızdadır. Yoksa o bir cana borçluydu, verdiği şehit adına yükseldi. Ben onun şehit adıyla fəxr eləyirəm. Gücüm çatan kadar da həmişə onun adı yaşatmışam. Allah bütün elimi obamı var eləsin. Ayaz hələ gənc yaşlarındayken çox qoçaq, hörmətçil, çox bir layıqlı bir oğlan idi. Bakıda bizlə qonşuydu, qohumuq. Bir yerdə çox işlədik. Hələ o orta məktəbdə oxuyurdu. İşləyirdi, pul qazanırdı. Çox belə igid bir oğlan idi. Allah rəhmət eləsin. Onunla bərabər bütün şəhidlərə Allah rəhmət eləsin. Mən bütün şəhidlərə rəhmət diləyirəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah prezidentimizi qorusun. Mən bütün anaların əllərindən öpürəm şəhid anaların. Allah rəhmət eləsin.
da gör, açılan gülə bax da. Sentyabrda bu ülke isti ilə əlaqəli bütün çiçəklər solur. Amma baxa bilərsiniz. Allah onu şad eləsin. Allah'ım bu gündən çox şükür ki, gəlmişik öz torpağımıza. Ayaz qardaşımızın da il dönümüdür. Əziyyət çəkənlər sağ olsun, belə gözəl bir bulaq düzəldiblər. Elə tək Ayaza görə deyil, bütün şəhidlərimizə görədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərə rəhmət eləsin. Belə bir söz var ki, vətən şəhidlərin qanı ilə alınır, qorunur, vətən olur. Allah bütün şəhidlərə rəhmət eləsin. Bugün Ayazın anım günüdür. Allah ona rəhmət eləsin, qohumlarına səbir versin. Bütün qazilərə can sağlığı arzulayırıq, bütün şəhidlərə rəhmət eləsin. Bu torpağı qaytardı, bizə verdi, gəlib öz yerimizdə, yurdumuzda şad-şalayın yaşayırıq. Allah köməyində olsun, sağ olun.